Salam hər kəsə. Kanalıma xoş gəldiniz. Bugünkü mövzumuz isimlərin cəm forması. İngilis dilində də Azərbaycan dilində olduğu kimi isimlər tək və cəm olur. İngilis dilində tək sayılan isimlərin qarşısında an article işlənir və bu article one sayından əmələ gəldiyinə görə bir mənasını verir. Məsələn, a bag bir çanta, a ruler bir xəttkeş. İngilis dilində isimlərin cəm formasını düzəltmək üçün isə es, yəni lar, lər cəm şəkilcisindən istifadə olunur. Məsələn, a bag bir çanta, bags çantalar, a ruler bir xəttkeş, rulers xəttkeşlər. Artiklı samitlə başlayan, an isə saitlə başlayan isimlərin qarşısında işlənir. Məsələn, an apple cəmdə apples. Article düşür. Es cəm şəkilcisi isimlərin sonuna nə vaxt artırılır? Gəlin baxaq. Birinci qaydamız. Əgər ismin sonu double S, yəni cüt S, SH, TCH, CH, X və O, Z hərfləri ilə bitərsə, bu zaman bu isimlərin cəm formasını düzəltmək üçün ES cəm şəkilcisindən istifadə olunur. Məsələn, a bench, CH ilə bitir, benches, skamyalar, a fox türkü, foxes türkülər, a glass stəkan, glasses stəkanlar. Məsələn, a potato, kartof, potatoes, kartoflar. Lakin bəzi isimlər var ki, baxmayaraq ki, O hərfi ilə bitib, bu isimlərin cəm forması yalnız bir tək cəm şəkilcisi ilə düzəlir. Məsələn, radio, photo, zero, video, solo, kilo, kimono, studio, piano, kangaroo. Məsələn, a kilo, bir kilo, kilos, cəmdə kilolar, a video, videos. İkinci qaydamız. Əgər ismin sonu FI hərfləri ilə bitirsə, bu zaman bu isimlərin cəm formasını düzəltmək üçün F hərfi V hərfinə çevrilir və ES cəm şəkilcisi əlavə olunur. Məsələn, a leaf yarpaq, cəmdə leaves yarpaqlar. A wife, wives. A loaf, loaves. Qeydimizə baxaq. Bəzi isimlər var ki, baxmayaraq ki, sonu double F ilə bitib, bu isimlərin sonuna yalnız bir tək S cəm şəkilcisi əlavə olunur. Məsələn, roof, chief, handkerchief, cleave, mouth, calf, giraffe sözləri. Məsələn, chief, cəmdə chiefs, bir S əlavə olunur. Lakin hoof, wharf, scarf sözləri hər iki formada cəmlənir. Yəni, yalnız tək S-də artırmaqla cəmlənir, F-nın V-ya çevrilmə qaydası ilə də cəmlənə bilir. Hər iki variant doğrudur. Üçüncü qaydamız. Əgər ismin sonu Y hərfi ilə bitərsə və Y hərfindən qabaq samit gələrsə, bu isimlərin cəm formasını düzəltmək üçün Y hərfi I hərfinə çevrilir və ES cəm şəkilcisi əlavə olunur. Məsələn, baby, babies, lady, ladies, city, cities. Əgər Y hərfindən qabaq sait gələrsə, saitlər hansılardır? A, O, U, I, E gələrsə, bu zaman yalnız cəm şəkilcisini düzəldəndə bir tək S cəm şəkilcisi əlavə olunur. Məsələn, a toy, oyuncaq, toys, a day, days və s. Dördüncü qaydamız. Bəzi sözlər cəmlənərkən cəm şəkilcisi qəbul eləmir, kökdəki saitin dəyişməyi ilə cəmlənir. Məsələn, mən, kişi, men, kişilər, goose, qaz, giz, qazlar, foot, ayaq, fit, ayaqlar, louse, bit, lice, bitlər, child, uşaq, children, uşaqlar, woman, qadın, women, qadınlar, tooth, diş, teeth, dişlər, mouse, sıçan, mice, sıçanlar, ox, öküz, oxen, öküzlər,
Person şəxs 2 yolla cəmlənir. People insanlar, persons şəxslər. 5-ci qaydamıza baxaq. İnlə düzələn mürəkkəb isimlərin cəmlənməsi. İnlə olan mürəkkəb isimlər cəmlənərkən cəm şəkilçisi əsas komponentə artırılır. Məsələn, sister-in-law, sisters-in-law, editor-in-chief, editors-in-chief. Amma əgər in sözünü yoxdursa, cəm şəkilçisi sonuncuya artırılır, sonuncu sözü artırılır defisdən olanlarda. Məsələn, schoolmate, schoolmates, babysitter, babysitters. 6-cı qaydamız, əgər sözün sonu, əvvəli mən, woman sözü ilə başlayırsa, yəni mürəkkəb isimlərə aiddir, bu zaman hər iki söz cəmlənir. Məsələn, man driver, yəni kişi sürücü, men drivers, kişi sürücülər. Man doctor, kişi həkim, men doctors, kişi həkimlər. Amma əgər sözün sonunda gələrsə man, woman sözü, bu zaman yalnız man və woman sözləri cəmlənir. Məsələn, a sportsman, sportsman, a postman, postman, a saleswoman, saleswoman. 7-ci qaydamız. Bəzi sözlərin tərkib hissəsində mən sözü olur. Bunlar sadə isimlərdir və bu sadə isimlər olduğuna görə bu isimlərin cəm forması sadə bir s-lə düzəlir. Məsələn, German sözü cəmdə olacaq Germans. Human, humans, insanlar. 8-ci qaydamız, 2 eyni hissədən ibarət olan isimlər həmişə cəmdə olur və xəbəri də cəm tələb edir. To be-nin cəm forması ilə işlənir. Məsələn, trousers, jeans, yəni 2 ayağı var. Fetters, qandal, scales, tərəzi, mittens, gloves, socks, boots, shoes, tights, shorts, greens, pajamas, kofta və şalvardan ibarətdir. Scissors, tongs, pliers, binoculars, headphones, stockings və s. Məsələn, nümunəyə baxaq. My trousers are very long. Gördüyünüz kimi trousers sözünün xəbəri cəmdə olur. Lakin, məsələn, socks 2 cüt olan isimlər var ki, məsələn, gloves, əlcək. Bunların bir tayından söhbət gedəndə, bu zaman təkdə işlədə bilərik. Bir tayından söhbət gedəndə. Məsələn, where is my sock? Yəni, corabımın bir tayı hanı, yəni corabım hanı o mənada. Yadımızda saxlayaq ki, bu isimlərin, yəni 2 eyni hissədən ibarət olan isimlərin qarşısında en artikl işlənməz, təkdə olan əvəzlik gəlməz, işarə əvəzliyi gəlməz. 9-cu qaydamıza baxaq. Polis sözü toplu sözdür, yəni toplu isimdir. Polis, polis işçiləri deməkdir. Bu sözün xəbəri cəmdə olur, lakin təkdə işlənməyi üçün yanında officer, man, woman sözləri işlənə bilər. Təkdə işlətmək üçün. Məsələn, polis officer, polis zabiti təkdədir, cəmlənə də bilər. Cəmdə olacaq police officers. Policeman kişi polis deməkdir. Cəmdə olacaq policemen. Və yaxud da police woman, police woman. Məsələn, nümunəyə baxaq. The police are in the car. Polislər maşındadır. Xəbəri cəm istəyir. The police officer is in the car. Polis zabiti, zabit təkdədir. Xəbəri tək istəyir. Is in the car. Maşındadır. Bir də var police officers. Polis zabitləri are in the bus. Avtobusdadırlar. 10-cu qaydamız toplu isimlər. Bəzi isimlər toplu isimlərdir və bunlar həmişə xəbəri cəm tələb edir. Bunlar goods, clothes, poultry, stairs, cattle, contents, gentry, police, wages, earnings, greens, people sözləridir. People sözü xalq mənası, əhali mənasındadır, insanlar mənasıdır. Xalq mənasını bildirəndə cəm şəkilçisi qəbul edə bilər. Məsələn, Turkish peoples, Türk xalqları. Bəzi isimlər də var ki, işlənmə yerindən asılı olaraq həm tək, həm cəm işlənə bilər. Məsələn, family, crew, government, army,
committee, staff və s. Məsələn, ailələr deyəndə families deyirik. 11-ci qaydamız təkdə də, cəmdə də eyni cür olan sözlərdir. Məsələn, a ship təkdə də, cəmdə də eyni cür yazılır, ship. A swine, swine, a fish, fish. Bu isimləri biz artiklına görə onun cəm olduğunu bilə bilərik. Yəni, əgər artikl varsa, demək ki, cəmdədir, yoxsa demək ki, artiklı varsa, demək təkdədir, yoxdursa, demək cəmdədir və xəbəri cəm tələb edir. Fish sözü cəm şəkilsi də qəbul edir. Nə zaman? Balıqların növlərindən söhbət gedəndə, yəni müxtəlif balıq növlərindən söhbət gedəndə fish işlədə bilərik. Sayılmayan isim kimi də işlənir. Nə zaman? Ət mənasını verəndə uncountable isim olur, sayılmayan isim olur və xəbəri də tək istəyir. Digər isimlərə baxaq. A deer, deer, a craft, craft, an aircraft, aircraft, a mince, mince, a series, series, species, species, corpse, corpse, salmon, salmon və s. İngilis dilində sifətin qarşısına z artiklı əlavə etməklə isimləşir və cəmdə olur. Məsələn, rich varlı, zəngin, necə zəngin. The rich zənginlər, varlılar. Young, gənc, the young gənclər. Poor kasıb, the poor kasıblar. Blind, kör, the blind körlər. Mute, lal, the mute lallar. Deaf, kar, the deaf karlar. Dead, ölü, the dead ölülər. Wounded, yaralı, the wounded yaralılar. Homeless, evsiz, the homeless evsizlər. Digər videolarımı da izləmək üçün abunə olmağı, like atmağı unutmayın. Sağ olun, salamat qalın.